dəyərli şagirdlər, 28 dekabr tarixində Turan Tədris Mərkəzi tərəfindən keçirilmiş blok imtahanı üzrə tarix fənni üzrə sualların izahına başlayırıq. İlk olaraq 61-ci sualdan başlayaq. Verilənlər əsası ərazi müəyyən edin. Bu müharibələr nəticəsində qalib gəlmişdir. 12 lövhə qanunu hazırlanmışdır. Spartakın Bağçada qulların üsyanı baş vermişdir. Söhbət Romadan gedir. Xəritədə Roma 2-dir. Düzgün cavabımız olacaqdır. D variantı. 80 sayı döyüşlərinə aid oxşar cəhəti müəyyən edin. 80 sayı döyüşləri 829 və 836-cı illərdə baş verib. Ərəblərin Xəzər xaqanının qoşunları tərəfindən məğlub edilməsi bu döyüşlərə aidiyyəti yoxdur. 8-ci əsrin 30-cu illərində baş verməyib. Hər ikisi döyüş 9-cu əsrə aiddir. Babəyin Bağçada Xürrəmlər hərəkatına qalib gəlməsi düzgün cavabımız olacaq C variantı. 63-cü sual. Uyğunluğu müəyyən edin. Şəddadilər dövlətindən fərqli olaraq Salarilər dövləti və Rəvvadilər dövləti. Xatırladım ki, bu sual son illərdə blok imtahana düşən dibin suallarındandır. Salarilər dövlətinin Şəddadlərdən fərqini axtarırıq. 10-cu əsrdə yaranması hər ikisi 10-cu əsrdə yaranıb. Paytaxtın Ərdəbil olması Salarilər dövlətinə aiddir. Bütün Azərbaycan torpaqlarının idarə edilməsi Salarlərə aiddir. Arazilər şimalda yerləşmədiyinə görə götürürük. Rəvvadilər, Səlcuqlarla Şəddadilər hər ikisi Səlcuqlardan asılı isə düşüb 1054-də ortaq cəhətdir. Azərbaycanın cənubunda Rəvvadilər Ərdəbildə yarandığına görə paytaxtı cənuba aiddir. Paytaxtının zəlzələ nəticəsində dağıdılması digər paytaxtı olan Təbrizdə zəlzələ nəticəsində dağıdılıb. Yəni 1-ə BC, 2-yə BC olan variantdır. Düzgün cavabımız olacaqdır. Bu da B. Kür-Araz mədəniyyəti dövründən əvvəl baş vermişdir. Kür-Araz mədəniyyəti erkən Tunc dövrünə aiddir. Siklopik qalalar son Tunc, bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələrinin yaranması orta Tunc, toxa əkinçiliyin meydana gəlməsi. Toxadan istifadəyə başlanılması neolitdir. Toxa əkinçiliyi dediyimiz dövr isə eneolit dövrü olduğuna görə düzgün cavab olacaq C variantı. Ticarət Tunc dövrünə aiddir. 3-cü ictimai əmək bölgüsü də son Tunc dövrünə aid olduğuna görə bunları götürmürük. Səbəb-nəticə əlaqələrin doğru verilmədiyi, yəni səhv cavabı müəyyən ediləcək. Axçıvar xan Turan taktikasından istifadə edərək Firuz şahı məğlub etməsi, bu düzdür, Sasaniləri məğlub edirlər və Assuersə salırlar. Axunların Hindistana fasiləsiz yürüşləri bütün şimal-qərb Hindistana tabe edilməsi, bütün Hindistanı yox, Hindistanın şimal-qərb hissəsini tutublar. C variantında isə 484-cü ildə Sasanilərin məğlub olması, Axunların Soqdiana vilayətinin ələ keçirməsi. Soqdiana vilayəti Sasanilərə aiddir. Ancaq Axunlar tərəfindən yox, bu vilayət Göytüklər tərəfindən tutulduğuna görə düzgün cavabımız olacaq C. 484-də Axunlar Heratı ələ keçiriblər. Əbüləsvar Şavurun hakimiyyəti dövrünə aiddir. Əbüləsvar Şavur bildiyimiz kimi 1049-1067-ci illərdə hakimiyyətdə olub. Onun dövrünə aid olmayanları seçirik. Aid olmayanlar hansılardır? Orada islahatların keçirilməsi və alanlara qarşı tədbirlərin görülməsi onun dövrünə aiddir. Amma Şirvanşahlarla dostluq münasibətlərinin saxlanılması onun dövrünə yoxdur. Fəzl bin Məhəmmədin vaxtında yaradılan bu qohumluq əlaqəsi burada pozulur və Gürcülərlə də mübarizəyə başlayırlar yenidən. Səlcuqlar dövlətinin daxili müstəqilliyinin ləğv edilməsi də yoxdur. 1054-cü ildə Səlcuqlara tabe olurlar, amma daxili müstəqilliklərini qoruyub saxlayırlar. 3-cü Fəzlin dövrünə bu baş verəcək. Cavab olacaq 3-4 C variantı. Azərbaycan 3-7-ci əsr tarixinə aiddir. 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq mübarizəsi 457-463-cü illər olduğuna görə götürürük. Xostak torpaqlarının irsən keçməsi. Xostak ümumiyyətlə Sasanilər dövrünə verilir və irsən keçən yox, şərti olan torpaqdır. Avqoyan Kilsə Məclisinin çağırılması 488-ci ilə təsadüf edir. 1-3 olacaq. 4 də ki, 639-dur, 7-ci əsrə düşür, ancaq Kürşad üsyanı Azərbaycan tarixinə yox, Göytük tarixinə aiddir, ümumi tarixə aid olmağa görə götürmürük. Düzgün cavabımız 1-3 E variantı olacaq. Üçlü Venn diaqramı, Euler-Venn diaqramına uyğun olaraq müəyyən edin. Bu tipli suallar son ildə qəbula düşən DİM-in qəbul suallarındandır. Üçlü Venn diaqramında şagirdlər ən asan sualı həll etmək üçün ortaq hissəyə baxırıq. Yəni 4-ə aid ola biləcək bənd hansıdır? Həm Mehranilər, həm Əməvilər, həm Abbasilər dövləti üçün ortaq cəhət Xəzər xaqanlığı ilə mübarizə aparılması. Yəni 4-ə A olan variantlara baxmalıyıq ki, biz burada 2 variant görürük. 4-ə A variantı və D variantı. C də ortaq götürülüb. Xürrəmlər üsyanının yatırılması
Bilirsiniz ki, Xürrəmlər üsyanı məhz Abbasilər dövrünə aid olduğuna görə bu düzgün cavab olmayacaq. Düzgün cavabımız D olacaq, daha doğrusu A olacaq, üzr istəyirəm. Və yenə də sualı yoxlayaq. Mehranilərə 1-ə D, 8-ci əsrin əvvəllərində hakimiyyətə başa çatması 705-ci il doğrudur. 2 olacaq B-yə, yəni Əməvilərə Şimali Afrikanın işğalının başa çatdırılması və paytaxtın Dəməşq şəhərinə köçürülməsi. 3-ə də olacaqdır C, bayaq dediyim kimi düzgün variantımız olacaq. Burada da A variantı. Xəritəyə əsasən uyğunluğu müəyyən edin. 9-cu əsrdə əmirliyin meydana gəlməsi, erkən orta əsrlərdə liman şəhəri olması. Liman şəhəri dedikdə bizim ağlımıza gələcək iki böyük şəhər var. Biri Bakı, xəritədə yoxdur, digəri isə Dərbənd. Bura göstərilən 1 Gəncə şəhəridir, 5 Bərdə şəhəridir, 4 Ərdəbil şəhəridir, 2 Şamaxıdır, 3 isə Dərbənddir. 9-cu əsrdə əmirliyin meydana gəldiyi ərazi məhz Dərbənddir. Dərbənddə, belə deyək də, yarandığına görə sualımızın cavabı da olacaqdır Dərbənd. Dərbənd olan variantımız da C variantı 3-dür. Dərbənd. Uyğunluğu müəyyən edin. Moyorçur və Alptəkin. Moyorçur bildiyiniz kimi Uyğur hökmdarı, Alptəkin isə Qəznəlilər dövlətinin yaradıcısıdır. Talas döyüşündən sonra Çinin daxili işlərinə qarışmaq imkanı əldə edib, təbii ki, Moyorçur 751-ci Talas döyüşündən sonra çox böyük işlər görürlər. Hətta Çinlilərdən itilmiş əraziləri özlərinə birləşdirirlər. Yeni dövlətin əsasını Alptəkin qoyub. Uyğur xaqanlığı idarə edilmişdir. Bayaq dediyim kimi Moyorçur buranın hökmdarıdır. 10-cu əsrin ikinci yarısında hakimiyyətdə olmuşdur. 962-ci ildə dövlət yarandığına görə D variantı da Alptəkinə uyğun gəlir. Y variantı isə Ağxun dövlətinin süquta uğradılması nə Uyğurlara, nə də ki Qəznəlilərə aiddir. Ona görə 1-ə AC, 2-yə BD, A variantı düzgün cavabımız A variantıdır. Ərəblərə aiddir. Xidmət müqabilində hərbi xidmətə görə verilir. Ərəb dövlətində yaradılıbdır. Bağışlanan və şərti olmaqda 2 növü var. Ümumiyyətlə, ərəblərə aid olan torpaqları seçdikdə Xostaka çıxırıq, Sasanilərə aiddir. Divandır, mülkdür, vəqfdir, iqta hər dördü ərəblər dövründə yaradılıb. Divan dövlət torpaqlarıdır. Mülk feodalların şəxsi torpaqlarıdır, sahibinə malik deyil. Vəqf isə dini idarəyə verilən torpaqdır. İqta isə hərbi xidmət müqabilində verilən 2 cür olan bağışlanan və şərti olmaqla 2 cür iqta var. Cavab Y variantı. 72. Xronoloji ardıcılığı müəyyən edin. Qaraxanlı dövlətin yaranması 840-cı ildir. Şagirdlər. Birinci Göytürk dövlətinin parçalanması 588-ci ildir. 552-də yaranır, 588-də şərqi və qərbi Göytürk olaraq 2 hissəyə bölünür. Bədr döyüşü isə 624-cü ilə aiddir, ərəb tarixinə aiddir. Deməli, 2, 3, 1 olan variant, yəni C variantı, düzgün variantımızdır. 8-ci əsrin əvvəllərində ərəblər tərəfindən ələ keçirilmiş ərazi. Bilirsiniz ki, Əməvilər dövründə ələ keçirilib Şimali Afrika və Pireneya yarımadası. Pireneya yarımadası dediyimiz ərazidə xəritədə 4 rəqəmindən göstərilib. Düzgün cavabımız olacaqdır D variantı. Şirvanşah hökmdarına aid olan uyğunluğu müəyyən edin. Əbu Tahir, Heysan ibn Xalid hər ikisi Məzədilər sülaləsinin nümayəndələridir. Paytaxt dəyişkənliyin həyata keçirilməsi Əbu Tahirə aiddir. Şirvandan paytaxtı Şamaxı şəhərinə köçürüb. Kəsranilər sülaləsinin nümayəndəsi deyirlər. 10-cu əsrin əvvəllərində hakimiyyətdə olması yenə Əbu Tahirə aiddir. İqamətgahı Bərdədən Gəncəyə köçürən Şirvan hökmdarı yoxdur. Hələ dövlət yaranmamışdan qabaq olub. Dövlətin əsasının qoyulması isə Heysan ibn Xalidə aiddir. Yəni 1-ə AC, 2-yə isə Y variantı, bu da bizim üçün olacaqdır D variantı. Mənbə sualı. Mənbədə bəhs olunan yeni səfərə çıxması nəticələndi. Söhbət Katalon döyüşündən gedir şagirdlər. 451-ci ildə baş verən. Katalon döyüşünün nəticəsi haqqında danışılır. Hunların geri çəkilməsindən və yeni səfərə başlaması haqqında. 452-ci ildəki səfərdən bəhs edir. Yəni, söhbət Roma üzərinə olan, qərbi Roma üzərinə olan səfərdən. 76-cı suala baxırıq şagirdlər. Doğru fikri müəyyən edin. Manna dövlətinin Asur dövləti tərəfindən süquta uğradılması düzgün fikir deyil. Asur dövləti eradan 605, Manna dövləti eradan 590-da süqut edib. Manna uzun müddət Ural Cansini vasitəsilə idarə edilməsi, bu da doğru fikir deyil. Çünki ulusunu
yalnızca Urartuya yaxınlaşıb, o da çox qısa bir müddətə. Manna dövlət quruluşunun feodal monarxiya olması da səhv fikirdir. C variantı düzgün deyil. Sidləhqa müqaviləsi imzalanması isə düzgün fikirdir. Düzgün cavab olacaq D. Qəznəli dövləti və Qaraxanlı dövlətinin tarixlərində oxşar cəhəti müəyyən edin. Erkən orta əsrlərdə süqut eləməsi, Qaraxanlı dövlətinin süqutu bildiyiniz kimi 1187-dir şagirdlər. 87. Yəni bu da erkən orta əsrlərə düşmür, 5-11-ci əsrlərə. Qaraxanlının iki hissəyə bölünməsi 1042-dir. Bir qolu isə sonuncu qolu 1212-ci ildə süqut edəcək Xərəzmşahlar tərəfindən. 10-cu əsrdə iki müstəqil dövlətə parçalanması ortaq cəhət deyil. Hindistanın ərazisinə tabe edilməsi yalnızca Qəznəlilərə aiddir. Amma doğru variantımız olacaq D. Samanilər dövlətinin ərazisini bölüşdürmələri kişi üçün də ortaq cəhətdir 999-cu ildə. Hansı variantı yerinə dəyişsək düzgün arıcılıq alınar? Son illərin DİM-in ənənəvi tipli suallarından heyvanları əhləşdirməyə başlanması erkən tunc, qoşqa heyvanlardan istifadə olunması heyvanları əhləşdirməyə başlanması mezolit, ilk dəfə qoşqa heyvanlardan istifadə olunması erkən tunc, sənətkarlar içərisində tacirlər qrupunun ayrılması bu təsadüf eləyir son tunc dövrünə, ikinci ictimai əmək bölgüsünün baş verməsi isə aiddir bildiyiniz kimi orta tunc dövrünə. Yəni 3 ilə 4-ün yerini dəyişsək A variantı düzgün variantımız alınacaq. Daha gec baş vermişdir. Daha gec baş vermişdir. Sasanilər Axund dövlətinin xərac verməyə başlanması bu təsadüf eləyir 5-ci əsr Ağsuvar xanın hakimiyyəti dövrünə 430-dan başlayaraq. Qutlux xanın Bakırlı Çinə qarşı üsyanın baş verməsi 682-ci il 2-ci Göyçük dövlətinin yaranması ilə nəticələnəcək. Qaraxanlı dövlətinin yaranması 840-cı ildir. Qərbi Hun imperiyasının süqut eləməsi 470-ci ilə təsadüf edir. Pati döyüşünün məğlub olması 732-ci ildir. Burada düzgün cavabımız olacaq C. Qaraxanlı dövlətinin yaranması. Yusif ibn Əbusacın dövründə Azərbaycan torpaqları ilk dəfə Türk sülaləsi tərəfindən vahid şəkildə birləşdirdiyinə görə 80-ci sualda bu düzgün cavab olacaq. Digər cavablar isə uyğun gəlmir. Xəzər dənizinin ilk dəfə hərbi donanma Salarilər, Slavyanlar tərəfindən Bərdənin ələ keçirilməsi qarəti Salarilər dövlətini təsadüf edir. Sacilər dövləti Əməvilər sülaləsindən asılı düşdü. Bunlar Əməvlərdən yox, Abbasilərdən asılı düşüblər, ona görə götürməyəcəyik. Rəvai dövləti ümumiyyətlə bu dövrdə yoxdur, düzgün cavabımız olacaq A. 6-cı əsrin 60-cı illərinə aiddir. 560-a ayrılan hadisə seçilib. 1-ci Göyçük dövlətinin yaranması 552, Attilanın Bizansla sülh müqaviləsi imzalanması 434, Ərəb ordusunun İspaniyanı ələ keçirməsi 711-ci ildə daxil olurlar, 732-ci ildə dayanırlar. Sasanilər Heratı itirməsi 484, amma düzgün cavabımız olacaq Y variantı. Bu da 567-ci ilə təsadüf eləyir. Sasanilər və Göytüklər tərəfindən süquta uğradılıb dövlət. Məntiqi arıcılığı tamamlayın. Ərəb-Xəzər müharibəsinə aid olan döyüşlərdən bəhs edir. Söhbət Savalon döyüşündən gedir və nəticəsini bizdən istəyir. Mehranilər sülaləsi bu dövrdə yoxdur. 705-ci ildə süqut edib. Bələncər şəhəri Abbasilər tərəfindən ələ keçirilməsi 722-ci ildir. Savalon döyüşü də bildiyiniz kimi 731-də baş verir. Alban hökmdarı Cavanşir təbii ki bu dövrdə yoxdur. Düzgün cavabımız olacaq D. Xəzərlər, Diyarbəkir və Mosulu ələ keçiriblər. Yunan-İran müharibəsi dövrünə baş verib. Eradan 500-449-cu illər müharibəsindən bəhs edir. Ora aid olan döyüşlərdə 490-cı il Marafon və 480-ci il Fermopil döyüşləridir. Yəni düzgün cavabımız olacaq 1 və 3. 84. 10-cu əsrin 60-cı illərinə, yəni 960-cı illərə olan hadisələri soruşur bizdə. Düzgün cavablarımızdan biri olacaq 1. Xəzər xaqanlığının süquta uğraması 965. Qəznəli dövlətinin yaranması isə bildiyiniz kimi 962 olduğuna görə düzgün cavabımız olacaq 1 və 2. Çünki Sacilər dövlətinin süquta uğraması 941-dir. Qaraxanlar 1042-də parçalanıb. Rəvalilər də 965-də süquta uğradılmayıb təbii ki. 1065-ci ildə süquta uğradılıb. Ona görə də 1-2 götürüləcək. Xronoloji arıcılığı müəyyən edin.
Xristianlığın Albaniyanın rəsmi dövlət dini olması Urna ayı 313-cü ilə təsadüf edir şagirdlər. Amid döyüşü 359-cu ildə olubdur. Roma qoşunları və Sasanilər arasında. Avqon kilsə məclisinin çağırılması Mömin Vaçaqanın dövrünə aiddir 488-ci ilə. Və Məzdəkilər hərəkatının yatırılması isə bildiyiniz kimi 421-də başlayan hərəkat 529-cu ildə yatırılır. Və xronoloji ayrıcılıq olduğu kimi olacaq. 1, 2, 3, 4 düzgün variant olacaqdır bizim üçün. 1, 2, 3 və 4. 10-cu əsrin ikinci yarısına aiddir. Daha sonra 11-ci əsrin ikinci yarısına aiddir. Yəni söhbət gedir 1050-1099-cu illərdə. Burada Gəncənin qala qapıları 1062 aid olduğunu götürürük. Rəvvalilərin dövlətinin süqutu da 1065 olduğuna görə götürürük. Dərbənd əmirliyinin yaranması 869, Həmədan döyüşünə Qızıl Arslanın qalib gəlməsi 1190-12-ci əsrə aiddir. Ona görə cavabımız olacaq 1 və 2. Uyğunluğu müəyyən eləyin. Salarilər dövləti, Ərəb xilafəti, daha doğrusu Sasanilər dövləti və Ərəb xilafəti. 7-ci əsrin 50-ci illərin süqut edilməsi 651 ilə süqut edildiyinə görə Sasanilər dövlətinə götürülür şagirdlər. A variantı. Kadisiya döyüşünə qalib gəlməsi ərəblərdir. B variantı. Məzdəkilər hərəkatının yatırılması təbii ki, Sasanilərə aiddir. Xristianlıq heç bir dövlət dini deyil bu ikisində də. 50-ci illər, 13-cü əsrin 50-ci illərində təbii ki, Ərəb xilafəti Hülakü xanın yürüşündən sonra süqut edildiyinə görə Y variantı da bura. 1-ə AC, 2-yə BY olan variantı götürəcəyik biz. Məsud. Söhbət gedir Sitasiyadan. Sitasiyadan bizə bəhs edir Səlcuqlar və Qəznəlilər arasındakı baş verən Dəndənəkən adlanan döyüşdən və bizə döyüşün nəticəsi barəsində məlumat veriblər sizə Oğuzların qalib gəlməsi haqqında və suallara keçək. Mətndə haqqında bəhs edilən döyüş neçənci ildə baş verib? 1040-cı ildə baş verib Dəndənəkən döyüşü, bildiyiniz kimi. Tarixi biliklərinizə əsasən haqqında bəhs edilən döyüşün məğlub olan dövlətin ən görkəmli hökmdarı, bildiyiniz kimi dövlətin məğlub olan dövlət burada Qəznəlilərdir. Ən görkəmli hökmdarı da Sultan Mahmud Qəznəvidir. Bir də qaldı, mətn və tarixi biliklərinizə əsasən haqqında bəhs edilən döyüşün nəticəsini yazın. Şərt döyüşün nəticəsi də bir neçə nəticə ola bilər. Səlcuqların qalib gəlməsi, Xorasanda möhkəmlənmələri, Azərbaycan, İran və Cənubi Qafqaza yollarının açılması, Səlcuq dövlətinin yüksəlişinin başlanması kimi fikirlər aid ola bilər. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Növbəti imtahanlara görüşənə qədər.